Müəllimlər, gəlin baxaq, ilk olaraq mən sizlərə açıram burada elektron jurnalımızı açdıq sizlərə. Gəlin baxaq elektron jurnalımıza. Elektron jurnalımızda bizim bəzi siniflərimiz var ki, biz hal-hazırda bunu biz hesabat hissəsinə gəlib keçid etdikdə və hesabat hissəsindən eksport etdikdə, yəni bunu Excel formatında eksport etdikdə və sonra yüklədikdə, məsələn, məndə burada yüklənmiş forması var hal-hazırda, gözləyirəm, yükləyirəm və açılan formatda mənim üçün, gəlin belə deyək, baxın, fikir versəz, açılan formatda bizim üçün bəzi KSG-lər tam olaraq əks olunmayıbdır. Bunun üçün nə etməliyik? Bunun bir sadə yolu var. Məsələn, bəzi siniflər var ki, həmin siniflər üçün bizim 3 KSG-miz olur. Bunu rahatlıq etmək olur. Amma bəzi fənlərdə 3, 4, 5, 6 daha çox, belə deyək, 6, bizim 7 KSG-lər olur ki, bu zaman artıq həmin KSG-ləri və hətta BSG olduğu zaman digər qiymətlərimiz əks olunmur. Bu zaman nə etməliyik? Buradan mən çıxış edirəm, qayıdıram mən hal-hazırda bu hissəmin üzərinə. Buradan jurnallar hissəsindən, çünki mən bu sinifimin birinci yarım il qiymətlərini götürmüşəm. İndi ikinci yarım il qiymətlərinə keçirəm. İkinci yarım il qiymətlərinə keçid etdikdən sonra gəlirəm bura. Bütün sinifimin qiymətləri və adlar əks olunmaqla bu hissədən, search hissəsindən, yəni axtarış hissəsindən Snipping Tool alətinin üzərinə gəlib keçid edirəm. Və bu alət açıldıqdan sonra mən burada, baxın, plus işarəsi var, müsbət. Onun üzərinə işarələyib bütün siyahılar düşməklə dartıram və burada kəsib bu hissəni götürürəm və kəsib götürdükdən sonra mən burada gəlib kopya etməklə bunu kopyalayıram. Sonra isə Google-dan Gemini hissəsinə keçirəm. Gemini hissəsinə keçid etdikdən sonra, məsələn, mən burada hazır şəkildə bunu etmişdim, amma yenə edək. Gəldim Gemini-yə keçdikdən sonra burada yazı hissəsində, Sony Intellect-də pəst edərək aşağıdan yazıram ki, Excel formatına keçid. Excel formatına keçdikdən sonra, bu biraz gözləyirik, artıq yüklənmə prosesi gedir və Excel formatına indi hal-hazırda keçəcək. Yuxarıda bunu etmişdim, indi yenidən bunu etdim ki, sizlər də buna diqqət yetirəsiniz. Baxın, yükləndikdən sonra bunun üzərinə klikləyirik və sonra bu hissə açılır və açılan hissəni buradan gəlib indiririk və indirdikdən sonra, məsələn, bunu save edib indirdikdən sonra, baxın, bu hissədə əks olunur və mən bura keçid etdikdən sonra bizim belə bir Excel formatımız alınır. Mən burada hal-hazırda sizlərə necə köçürmək lazımdır, o hissəni göstərəcəm. Gəlirəm bu hissəyə, burada KSG 3 hissəsini istəyirəm, köçürəm. Çünki birinci, ikinci KSG-ni köçürmüşəm. Üçüncü KSG-ni köçürməliyim. Bu bizdə F3 xanasıdır. Baxın, burada F3-də əks olunur. Üçüncü, F3-cü xanadır. Və burada mən ingilis dilində olmaqla aşağıdan və yaxud da başqa dildədirsə Shift Alt hissəsindən ingilisinə keçirəm bu hissədən və burada 2 nöqtə qoyaraq, sonra isə ən sonuncu hansıdır? 14-cü. Burada yazıram F14 və Enter düyməsini basıram. Hamısı seçilir və seçildikdən sonra kopya işarəsini keçib gəlirəm Excel cədvəlimin üzərinə, hansı ki bizdən tələb olunurdu və orada Excel cədvəlimdə fikir verirsə, ikinci yarım ilin 3-cü KSG-sini yazmamışam. Bu xananın üzərində klikləyib və sağ düyməni, sıçanın sağ düyməsini basıb, burada 3-cü hissəyə keçib artıq bütün qiymətlərimiz əks olunur. Bu bizə nəyə köməklik yaradır? İndi birində qeyd edəcəm. Məsələn, BSG-mizdə köçürək. BSG-mizdə fikir verirsə, N-dir. N-in 3-cüdür. Yenə gəlib N
14 edəcəm. N3 edib. Yəni biz bu sadə qısa yoldur. Shift-i klikləyib 2 nöqtə edirik və buradan N14 olaraq yazıram. Və Enter-i etdikdən sonra hamısı seçilmiş olur. Yenə gəlirəm, kopyalayıram. Sonradan yenidən keçid edirəm həmin tələb olunan Excel üzərinə və bu zaman burada BSG hissəsindən həmin hissənin üzərinə gəlirəm. İkinci yarım il BSG-nin sağ düyməsini klikləyib və burada üçüncünü seçərək bütün qiymətlər əks olunmuş olur. Bu bizə vaxtımıza qənaət etməyə şərait yaradır. Bütün qiymətləri bir-bir əllə keçirmirik. Hamısını daha rahatlıqla yazmağımıza kömək etmiş olur. Bu da mənim izahım. Təşəkkür edirəm dinlədiyiniz üçün.